Söz yaradıcılığına davam edək. Sual işarəsinin yerinə hansı söz yazıla bilməz? Həm kökü, həm də şəkilçisi fərqli tələffüz olunan sözdür. Hıqqan acaq şəklində tələffüz olunur. Sevinmək sözünün kökü sevdil, sevind elə, sevinmək. Bu sözün həm kökü, həm də şəkilçisi fərqli tələffüz olunacaq. Sevinmək şəklində tələffüz olunur. Gicirtkənlə şəklində tələffüz olunacaq. Danlamaq sözünün kökü danladı. Bu sözün də həm danlamaq şəklində tələffüz olunur, həm kökü, həm də şəkilçisi fərqli tələffüz olunur. Maliyyəçilik sözünün kökü maldır. Yətilik. Bu sözün nə kökü, nə də şəkilçisi fərqli tələffüz olunmur. Ona görə doğru variant elə E variantıdır. Digərlərində isə həm kök, həm də şəkilçisi fərqli tələffüz olunur. İkinci sualda eyni sual tipidir. Sual işarəsinin yerinə hansı söz yazıla bilməz? Həm kökü, həm də şəkilçisi fərqli tələffüz olunur. Kəndlər sözü kəndlər şəklində tələffüz olunur. Şövqlə şəklində tələffüz olunur. Əskiklik şəklində tələffüz olunur. İşıqforar şəklində tələffüz olunur. Şöhrətpərəstlik sözündə şöhrət sözünün köküdür. Pərəstlik. Burada S-T hərf birləşməsindən sonra samit gəldiyinə görə T düşəcək. L da D kimi tələffüz olunur. Şöhrətpərəstlik şəklində tələffüz olunacaq. Burada sözün kökü dəyişmir. Şöhrət sözü ilə şöhrət şəklində də tələffüz olunur. Doğru variant C variantıdır. Əzabkeş və cəfakar sözləri ilə bağlı doğru fikri müəyyənləşdirin. Əzabkeş əzab çəkəndir. Əzab çəkən. Əzab çəkən adama deyirlər. Cəfakar isə əzab verənə deyirlər. Bunu kar və keş şəkilçilərinə başqa sözlərə artıraraq da bunu yadda saxlaya bilərsiniz. Bir də kar və keş şəkilçiləri fərqli tələffüz olunmur. Yəni buradakı k, c-yə keçmir. Kar və keş şəkilçiləri elə kar və keş şəklində də tələffüz olunur. Başlanğıc formaları bir-birinə münasibətdə antonimlik təşkil edir. Bəli, əks mənalı sözlərdir. Ümumi qrammatik məna baxımından fərqlənirlər. Bu yanlışdır. Çünki hər ikisi sifətdir. Kökləri bir-birinə münasibətdə sinonimlik təşkil edir. Bu fikir də doğrudur. Hər ikisi yazıldığı kimi deyilir. Hər ikisi yazıldığı kimi deyilmir. Çünki əzabkeş sözündəki B, P-yə keçir tələffüz zamanı. Bu da yanlış. Doğru variant 1, 3, C variantıdır. Dördüncü sualda sual işarəsinin yerinə hansı söz yazıla bilməz? Həm kökü, həm də şəkilçisi fərqli tələffüz olunan sözdür. Sanmaq şəklində tələffüz olunacaq. Cömərdlər elə cömərdlər şəklində tələffüz olunacaq. Cömərdlər şəklində tələffüz olunacaq bu söz. Rəqslər rəqslər şəklində tələffüz olunacaq. Rəqslər. Elimsizlik sözündə artıracaq. Elimsizlik şəklində tələffüz olunacaq. Elimsizlik. Kürəkləmək sözü isə sözün kökü kürədir. Kürə sözünün mənası da təmizləmək mənasında işlədilir. Bu söz feildir kökü. Kürək, kürək, kürəklə, kürəkləmək. Bu sözün kökü fərqli tələffüz olunmur. Ona görə doğru variant B variantıdır. Sonra 5-ci sualda hansı sözün digərləri ilə eyni köklü olub olmamasını əminliklə deyə bilmərik. Yedirmək. Yeyintidən yedirmək sözləri, bu sözlərin kökü eynidir. Tərkibində düzəltmə şəkilçisi var. Bu sözlər eyni köklü sözlərdir. Bunlar ikisini əminliklə deyə bilərik. 70 sözü sadə sözdür. 7 sözü də sadə sözdür.
Bunlar eyni köklü deyil. Yeyəcək sözünü isə biz həm eyni köklü hesab edə də bilərik, eyni köklü hesab eləməyə də bilərik. Çünki bu sözün kökü ye, bir yeyəcək mənasında başa düşə bilərik. Bir də bunu biz feil kimi, bir yeyəcək isim kimi, qrammatik şəkilçi olanda da yeyəcək şəklində feil kimi düşünəcəyik. Yəni bunu əminliklə deyə bilmirik biz. Ona görə doğru variant B variantıdır. Xorsu sözü ilə eyni köklü ola biləcək sözlərin sayını müəyyənləşdirin. Xor, ultu. Xorultu, ultu şəkilçisi təqlidi sözlərə qoşulur. Elə xoruldamaq da bu sözdəki də xor, uldamaq. Bu da ulda şəkilçisi də təqlidi sözlərə qoşulur. Bunlar deyil. Sonra xora sözü tamam başqa bir anlayışdır. Sadə sözdür bu söz. Xoristdən xorluq eyni leksik mənanı verir bu sözlər. Ona görə də bu sözlər həm köklər eynidir, həm tərkiblərində şəkilçi var. Xorist həm kökləri eynidir, həm də düzəltmə şəkilçi tərkibində olduğuna görə bu sözlər eyni köklü sözlərdir. Bizdən isə sayını soruşduğuna görə 2 dənə söz. Doğru variant B variantıdır. Hansı cümlədəki sözlər bir hecanın tərkibində 2 şəkilçi işlənmişdir? Bu nə zaman baş verir? Əgər sözün sonu mır, dık, dil, laş, maz, ıntı, bir də lanla bitərsə, yəni bir hecanın tərkibində olan 2 şəkilçi ola bilər. Məsələn, m inkar şəkilçisi, ır zaman, sonra məsələn, gəldik, oxudulmuşdur. Sonra salamlaş, mazayet, oxumaz, oxumaz. Görüntü, məsələn, görüntüdə görüntü şəklində tələffüz olunacaq. Sonra salamlan, salamla, salamlan. Lan şəkilçisini, məsələn, rastlan sözündə rastlamaq. Rastlanmaq. Lanmaq. Bu sözdəki sözün kökü rastdır. Lanı birlikdə götürəcəyik. Çünki dilimizdə rastlamaq sözü yoxdur. Rastlanmaq var. Ona görə bu sözdə rastlanı birlikdə, lanı ayırmayacaq, parçalamayacaq, birlikdə götürəcəyik. İndi sualımıza davam edək. Hansı cümlədəki sözdə bir hecanın tərkibində 2 şəkilçi işlənmişdir? Apardığı burada yoxdur. Sonra etdikdən sözündə etdikdən şəklində bu söz dikdən feil sifət şəkilçisidir və bunu biz parçalamayacağıq. Ona görə də bunlar getdi. Sonra E variantında deyir ki, qaranlıqda. Qaranlıqda sözü sadə sözdür. Qaranlıq sözü sadədir. Daha doğrusu sadə sifətdir. Sonra tikdirdilər, tikdirirdilər. Burada da hamısında bir şəkilçi gedir. Tik sözün köküdür. Tikdirmək, tikdirir, bunun hamısında bir şəkilçidir. Sonra xülasə şal əldən getdi. Nəticədə tacirə də borclu çıxdıq. Çıxdıq sözündə çıxdıq şəklində hecalara bölünür. Və burada dıqda 2 şəkilçi var. Çıxdı, çıxdıq.
Doğru variant C variantıdır. Çünki bir hecanın tərkibində iki şəkilçi deyirdi. Burada da bir hecadır və iki şəkilçi var tərkibində. 8-ci sualda hansı cümlədəki sözdə bir hecanın tərkibində iki şəkilçi işlənməmişdir? Burada isə işlənməmişdir deyir. Bilmirdi. Burada mır, bilməyirdi mənasında. Bu mı inkardır, irzaman da hissəcik. Sonra gedərdik də. Gedərdik. Sonra apardın. Apardın. Sonra gedəcək sözündə kaş o gedəcək. Burada isə gedəcək. Burada doğru variant ilə D variantıdır. Çünki bir hecanın tərkibində iki şəkilçi işlənməmişdir. Sonra əvvəla yetirərsən sözündə çalışsan. Burada çalışsan şəklində təhlil edəcəyik. Doğru variant elə D variantıdır. Hansı cümlədə işlənmiş sözdə bir hecanın tərkibində iki şəkilçi işlənib işlənmədiyini əminliklə deyə bilmərik. Bu da eyni sual tipidir. Burada məsələn keçdin. Sonra içməyir mı inkardır. Sonra etməyirdi. Burada da bir hecanın tərkibində etmirdi. Yəni bir hecanın tərkibində iki dənə şəkilçi var. Alaq sözündə isə biz bunu həm aq şəklində tələffüz edəcəyik. Həm də kaş biz aq anda arzu şəklində kimi tələffüz edəcəyik. Kaş ala mənasında. Doğru variant elə D variantıdır. Çünki biz bunu əminliklə deyə bilmirik. Yəni bu formadadır ya bu formada. Uyğunluğu müəyyənləşdirin. İki variantlı şəkilçidir. Doğrudur, yanlışdır. Mənsubiyyət şəkilçiləri kimi çıxış edə bilməz. Bu doğru fikirdir. Çünki mənsubiyyət şəkilçilərinin hamısı 4 variantlıdır. Tərkibində qapalı sait işlənə bilər. Bəli, Bakı şəkilçisi. İki variantlı şəkilçidir, amma tərkibində qapalı sait var. Biz ümumiyyətlə iki variantlı şəkilçilərin hamısı açıq saitdən olan şəkilçilər iki variantlı şəkilçidir. Burada isə qapalı saitdən olanlarda 4 variantlı şəkilçidir. Burada isə həm açıq var, həm qapalı var. Belə bir halda biz əsas birinci tərəfin saitini götürəcəyik. Birinci tərəfdə açıq saitdirsə, demək ki, bu iki variantlı şəkilçidir. Bu da doğrudur. Yəni, tərkibində qapalı sait işlənə bilər. Burada da qapalı sait işlənib. Sifətin dərəcə əlaməti kimi çıxış edə bilər. Bu da doğru fikirdir. Sonra, məsələn, yalnız. İki variantlı şəkilçidir. Dakı şəkilçisindən əvvəl işlənə bilər. Bəli, evlərdəki. Larlər iki variantlı şəkilçidir və Dakı şəkilçisindən əvvəl işləndi. Bu da doğrudur. Bizdən isə uyğunluğu istədiyinə görə doğrunun altından doğrunu 1, 2, yanlışın altından isə yanlış yoxdur.
Ona görə doğru cavab A variantıdır. 11-ci sualdan davam edək. Quruluşca iki cür düşünülə bilər. Quruluşca yalnız bir cür düşünülə bilər. Gözlə sözünü biz iki formada düşünə bilərik. Həm gözləmək mənasında. Gözlə. Həm də bunu biz qoşma kimi düşünə bilərik. Göz ilə məsələn. Gözlə. Öz ilə şəklində qoşma kimi düşünə bilərik. Həm də feil kimi. Yəni quruluşca iki formada düşünə bildik. Feil kimi düşünəndə qrammatik olur. Feil kimi düşünəndə leksik olur. Qoşma kimi düşünəndə isə qrammatik olur. Dadan sözü. Dadan sözünü də biz iki formada düşünə bilərik. Bu sözü də. Həm dadan mənasında leksik şəkilçi kimi. Dadan. Dadanmaq mənasında feil kimi. Həm feil. Həm də dadan feil sifət kimi mənasında. Yəni dadına baxanda o mənada. Bu da olacaq feil sifət. Ütülü sözün yalnız bir formada düşünəcəyik. Ütülü, bu aid deyil. Deyir, quruluşca yalnız bir cür düşünülə bilər. Bunu çaydan sözünü biz həm isim kimi, çaydan, yəni çay dəmlədiyimiz çaydan. Bir də çıxışlıq hal şəkli kimi. Məsələn, çaydan keçdim. Bu mənada. Yəni bunu da iki formada düşünə bilirik biz. Qapan sözün biz bunu da üç formada düşünə bilərik biz. Bir, qapamaq. Qapa, qapan. Bir də nəyisə qapıb götürmək. Yəni qap, an mənasında. Bir də çəki mənasında, qapan. Bütöv sadə söz kimi. Yəni bunu da üç formada düşünə bildik biz. Kitabə sözünü isə yalnız bir formada düşünə bilərik. Kitab, kitabə. Bizdən də uyğunluğu istədiyinə görə doğrunun altından doğrunu 1, 2, yanlışın altından da yanlışı götürəcəyik. 5, 1, 2, 5. Doğru variant A variantıdır. Uyğunluğu müəyyənləşdirin. Quruluşca iki cür düşünülə bilər. Quruluşca yalnız bir cür düşünülə bilər. Eyni sual tipidir bu da. Qurulu sözünü yalnız biz bir formada düşünə bilərik. Qurulu. Dolu sözün biz iki formada düşünəcəyik. Həm dolu mənası iki formada düşünə bilərik. Dolu həm göydən dolu yağdı, isim kimi düşünəcəyik bu sözü. Həm də ki dolu sifət kimi. Dolu. Həm də bu sözü sifət kimi düşünə bilərik. Bu doğrudur. Alın sözündə yenə də iki formada düşünə bilərik. Həm alın, insan alını, həm məhsul növdə feil olan feil kimi alınmaq mənasında. Həm də siz bunu alın. Formada düşünə bilərik. Bu da doğrudur. Çünki quruluşca iki cür düşünə bildik bu sözü. Həm sadə, həm də düzəltmə kimi. Quruluşca yalnız bir cür düşünülə bilər. Görün sözü. Görün sözünü biz iki cür düşünə bilər, daha doğrusu üç cür düşünə bilərik. Həm siz bunu görün şəklində, həm də görün. Görün ədat kimi sadə olacaq ədat. Feil. Bir də görünmək mənasında.
Bunu da bir cür yox, bir neçə cür düşünə bildik. Sarın sözün də biz iki formada düşünə bilərik. Həm sənin sarın, sarın, həm də sarınmaq mənasında. Bu da sarı, sarın. Bunu da iki formada düşünə bildik. Gücən sözünü isə yalnız bir formada düşünə bilərik. Gücən. Uyğunluq istədiyinə görə 2, 3, 6. Doğru variant B variantıdır. 13-cü sualda aşağıdakılardan hansında anti şəkilçisi artırıldığı sözün ümumi qrammatik mənasını dəyişib? Antidemokratikdir, antisiklondur, antireklamdır, antivirusdur. Bu sözlər, yəni burada anti şəkilçisi artırılanda əks məna olmur. Reklam sözü də isimdir. Anti artıranda da yenə isim olur. Və yaxud da ki, virus sözü də isimdir. Anti burada şəkilçi kimi işlənib. Anti yenə də isimdir. Virus da isimdir. Anti şəkilçi artıranda da yenə də isimdir. Antidemokratik sözü sifətdir. Demokratik sözü sifətdir. Anti artıranda da yenə sifətdir. Antisiklon, anti burada da şəkilçidir. Burada da siklon isimdir. Anti artıranda da yenə də isimdir. Antisovet sözündə isə sovet sözü isimdir. İsim. Anti artıranda isə bu əks məna yaratıb artıq. Yəni Sovetə qarşı çıxan mənasında işlədilir və bu zaman isə sifət olur. Digərlərində anti şəkilçisi sözün qrammatik mənasını dəyişmir. Amma E variantında isə Sovet sözü isimdir, anti artırıldıqda isə sifət olur. Yəni Sovetə qarşı çıxanlara deyilirdi antisovet. 14-cü sualda uyğunluğu müəyyənləşdirin. 4 variantlı şəkilçilər doğrudur yoxsa yanlış? Feilin şəxsə görə dəyişməyən formasının şəkilçisi ola bilər. Feilin şəxsə görə dəyişməyən formaları məsdər, feili, sifət, feili bağlamadır. Yəni feilin təsriflənməyən formasıdır. Feili bağlınca şəkilçisi feili bağlama şəkilçisidir və 4 variantlı şəkilçidir. Bu doğru fikirdir. Tərkibində açıq saat işlənə bilməz. Elə inca şəkilçisində açıq saat işlənib. 4 variantlı şəkilçidir. Bu yanlışdır. Sonra sifətin dərəcə əlaməti kimi çıxış edə bilər. Bu da doğrudur. Imtıraq doğrudur. Imtıraq, ımtıl. Bunlar hər ikisi 4 variantlı şəkilçidir və sifətin dərəcə şəkilçisi kimi çıxış edə bilir. Dakı şəkilçisindən əvvəl işlənə bilməz. Evlərdəki bəzi leksik normalda qrammatik şəkil sözə birinci leksik şəkilçilər qoşulur, sonra isə qrammatik şəkilçilər qoşulur. Amma bəzi şəkilçilərimiz var ki, gil, sız, dakı, çı. Bu şəkilçilər leksik şəkilçilərdir hamısı. Və bu şəkilçilərdən əvvəl sözə qrammatik şəkilçi işlənə bilər. Normalda qrammatik şəkilçilər leksik şəkilçilərdən sonra işlənir. Amma bu şəkilçilər işlənən sözlərdə bu şəkilçilərdən əvvəl qrammatik şəkilçilər də işlənə bilər. Bu isə işlənə bilməzdir. Bu yanlış fikirdir. Bizdən də uyğunluq istədiyinə görə doğrunun altına doğrunu, yanlışın altına isə yanlışı seçəcəyik. 1, 4 doğru variant C variantıdır. 15-ci sualda hansı cümlədəki sözdə səs və hərf tərkibi eyni olan iki şəkilçi yanaşı işlənmişdir? Burada məsələn hansınızsınız? Burada hansı
Sınız. Burada sınız şəkilçisi 2 dəfə işləmir, fərqli şəkilçilər də. Sonra qızarar sözündə qızar sözün köküdür. Ar dedi. Yəni buradakı birinci ar kökdədir, bu şəkilçi deyil. Mən həyatda yaşayarkən keçirdiyim həyəcan hisslərini hansı çalarlarla təsvir edim? Burada çalarlarla, burada bir dənə lar şəkilçisi var. Çal, ar, lar, la. Burada da bir lar şəkilçisi var. Bu sözü elə yuxarıdakı kişi dedirdir də. Burada dedir, dedirmək, dedirtmək, dedir. Burada dır şəkilçisi deyil bu, t şəkilçisidir. Dedirtmək mənasında. Elə bir ağırlığı qaldırmağa gücənənləri anlaya bilmirəm. Burada isə güc sözün köküdür. Ən feil yaradıb. Gücənənlər. Buradakı ən feili sifətdir. Lər, yəni burada eyni şəkilçidir. Şəkilçi işlənib. Bu feil yaradıb. Bu isə feil sifətdir. Doğru variant E variantıdır. 16-cı sualda neçə cümlədəki sözün tərkibindəki laq şəkilçisi işlənmişdir? Laq şəkilçisi nə zaman bütöv götürür? Məkan anlayışı bildirəndə. Məkan anlayışı bildirəndə laq şəkilçisi birlikdə götürülür. Bircə istisna udlaq sözüdür ki, bu sözdə də laq birlikdə götürülür. Parlaq, burada laq şəkilçisi yoxdur. Diləkləri, dil, atları tərpətdir. Diş, dişlər, dişlək, burada laq yoxdur. Dil, dilə, diləklər, burada da yoxdur laq. Burada var, yaylaq sözü. Yaylaq sözündə laqı birlikdə götürürük. Burada laq şəkilçisi var. Sonra çatlağından. Çat sözünün köküdür. Çatlaq. Çatlaq. Indan. Burada da laq şəkilçisi yoxdur. Doğru variant 4'dür. Yəni bizdən də sayı soruşduğuna görə, neçə dediyinə görə bir dənə. Doğru variant A variantıdır. Daş şəkilçisi ilə bağlı bütün doğru fikirləri müəyyənləşdirin. Qoşulduğu sözün diksiyasının mənsubliğini dəyişə bilmir. Bu yanlış fikirdir. Çünki çağ isimdir. Çağdaş isə sifətdir. Diksiyasını dəyişdi. Özündən sonra leksik şəkilçisi artırıla bilməz. Çağdaşlıq artırıla bildi. Bu da yanlışdır. Qoşulduğu sözün kökünün fonetik tərkibini dəyişə bilər. Bəli, bu doğru fikirdir. Məsələn, sir, filos, daş şəkilçisini artıranda sondakı r düşür. Sirdaş şəklində. Əsasən insan anlayışı bildirən sözlərin yaranmasına xidmət edir. Bəli, əməkdaşdır, silahdaşdır. Bu da doğrudur. Bəzi hallarda qoşulduğu sözdə ahəng qanununun pozulmasına səbəb ola bilər. Bu da doğrudur. Məsələn, elə sirdaş sözü. Ahəng qanunu pozulub. Bu da doğrudur. 3, 4, 5. Doğru variant D variantıdır. 18-ci sualda. Lar şəkilçisi ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Sözün başlanğıc formasının tərkibinə daxil ola bilər. Bəli, evlərdəki evlər sözün başlanğıc formasına daxil oldu. Gil, sızdakı k şəkilçiləri qrammatik şəkilçilərdən sonra gələn leksik şəkilçilərdir bunlar. Və bu sözlərin bu zaman
qrammatik şəkilçi də başlanğıc formaya aid edilir. Yəni sözün başlanğıc forması axırıncı leksik şəkilçiyə qədər olan hissədir. Evlərdəkidir. Sonra 2-də bu doğrudur. 2-də qoşulduğu sözdən asılı olaraq 8 müxtəlif formada tələffüz oluna bilər. 8 müxtəlif formada tələffüz oluna bilər deyəndə, yəni lar, lər, dar, rar, dar, dər, dər, nar, nər, rar, rər. Yəni lar üstü 2, dar üstü 2, nar üstü 2, rar üstü 2 şəklində tələffüz olunur və bunu da sayanda 4 cür eləyir. Bu da doğru fikirdir. 3-də deyir, işlənmə yerinə görə şəxs onluğu kimi çıxış edə bilər. Bəli, gəldilər. Burada şəxs onluğu kimi işlənib. Bu da doğru fikirdir. Qoşulduğu sözün kökünün tərkibindəki samitlərin azalmasına səbəb olar. Bəli, bu da məsələn xətlər. Xətlər sözündə t düşəcək. Sonra bu da doğru fikirdir. Həm təsriflənən, həm də təsriflənməyən feillərə artırıla bilər. Bu da doğru fikirdir. Məsələn, gəldilər, təsriflənən, oxuyanlar. Anfeili söz şəkilçisi. Bu da təsriflənməyən. Yəni həm təsriflənən formada işlənə bildi, həm də təsriflənməyən formada işlədə bilərik. Buradan da bizdə doğru fikirlərin sayını deyir 5 dənə. Doğru variant E variantıdır. 19-cu sualda hansı sözlərin başlanğıc formaları daha çox dəyişikliyə uğramışdır? Başlanğıc formanın daha çox dəyişikliyə uğraması, yəni daha çox leksik şəkilçi qəbul edən sözü axtaracağıq biz. Məsələn, əmigildəki, sonra rastlaşdırmaq, rastlaşdırmaq. Burada 2 dənədir. Bikeflənmək. Təvazökarlıqla, sonra qızardılmış. Qızardılmış sözündə qızar sözün köküdür. Qızart, qızardılmış. Qucaqlaşmaq sözündə sözün kökü qucumaq feilidir. Qucaq, qucaqla, qucaqlaşmaq. İndi bunların içində hansında daha çox leksik şəkilçi varsa, biz onları götürəcəyik. 4-də 3 dənə, 6-da 3 dənə, bir də 5-də 3 dənə. 4, 5, 6. Doğru variant D variantıdır. 20-ci sualda vurğusundan asılı olaraq başlanğıc forması fərqli düşünülə bilən sözləri müəyyənləşdirin. Düyün sözü, bir deyirik ki, düymək verir kimi düyün saldı, vurğusuna düşəcək. Bir də düyün bağlamaq mənasında. Düyün bağlamaq mənasında. Siz bunu düyün. Yəni bu mənada vurğu əvvələ düşəcək. Bir də toy düyün mənasında. Onda isə sadə söz olacaq. Bunu fərqli düşünə bilirik. Sonra qızarsa sözü. Qızarsa sözündə həm bunu da müxtəlif şəkildə düşünə bilərik. Bir deyirik ki, qızmaq feili, qızar, qızarsa. Burada
Ar birinci zamandır. Qızarsa. Bu isə ilsə hissəciyidir. İlsə hissəcikdir. Çünki hissəcikdən əvvəl zaman gəlibsə əgər, bu sağ hissəcik olacaq. Burada da sözün kökü qızmaqdır. Bir də deyirik ki, qızarsa, bunu sağını biz şərt şəklində düşünək. Qızarsa sözündə isə qızar və sa vurğu sona düşəcək. Bu feilin şərt şəklindədir artıq. Sözün başlanğıc forması da qızarmaq feilidir. Bunu da iki formada düşünə bilirik. Ardına baxaq bunun. Gəlirlər sözü. Biz gəlirlər sözünü də iki formada düşünə bilərik. Bir deyirik ki, gəlirlər isim kimi. Gəl, gəlirlər. İsim. Bir də gəlirlər. Onlar gəlirlər mənasında. Onlar gəlirlər. Gəl, gəlir, gəlir, gəlirlər. Burada da feil kimi. Gəlir mənasında, pul gəlir mənasında isimdir. Onlar gəlirlərdə isə feil kimi düşünəcəyik. Yəni bunu da iki formada düşünə bilərik. Dimdik. Dimdik sözün həm dimdik, həm də dimdik mənasında, quşun dimdiyi mənasında başa düşə bilərik, sadə söz kimi. Yəni həm düzəltmə, həm də ki, sadə söz kimi başa düşə bilərik. Və hər ikisinin başlanğıc forması dimdikdir. Sonra qızılı sözün isə yalnız elə bir formada düşünmək olur. Burada variantlarda doğru variant yoxdur. Ona görə də bir dənə P variantı olmalıdır. P-də də 1, 2, 3. Niyə dimdik olmadı? Çünki dimdik sözündə başlanğıc formaları eynidir. Bizə də başlanğıc formaları fərqli olan söz lazımdır. Məsələn, gəlirlər sözündə onlar gəlirlər sözün başlanğıc forması gəldi. Lakin gəlirlər sözün başlanğıc forması gəldi. Lakin gəlirlər sözündə isə gəlirdi başlanğıc forma. Bizə də başlanğıc forması fərqli olanlar lazımdır. Altından xətt çəkilmiş sözlər üçün ortaq cəhət köklərinin eyninin hissəsi olmasıdır. Bu baxımdan uyğunsuzluq təşkil edən cümlələri müəyyənləşdirin. Yəni kökləri eyninin hissəsi olmalıdır. Bu baxımdan deyir, uyğunsuzluğu müəyyən edin. Deyir, onun əvvəlcə şənbə süslü görünən çiçəklər indi qəmgin solğun idi. Burada solmaqdan solğun yaranıb. Sonra sıxıntı. Burada feildən sıxıntı feildir kökü. Feildir. Sonra süzgün. Sonra feildir. Kökün hansı niksəsin olduğunu ona artırılan şəkilçi əsasında da tapa bilərik. Məsələn, gün şəkilçisini götürürsünüz, başqa bir sözə artırırsınız. Məsələn, əzgin. Əzgin. Bu əz, neyt, əz, feildir. Demək ki, gün şəkilçisi feilə artırılır. Və yaxud da ki, üzgün.
P ilə artırılır. Sonra D-də deyir qızardı. Qızarmaq feili. Bu da P ilə artırılıb. Deyir kökləri eyni hissəsi olsun. Burada sevdaya sözü isə bu söz sadə sözdür. Çünki sevda sözü sadə sözü bütövdür. Sevda sözü isimdir. İsimdir və bu sövda sözündən yaranmışdı. Sövda. Ərəblərdə olan sövda sözündən törəmə bir sözdür bu. Və sadə sözdür sevda sözü. Doğru variant E variantıdır. Çünki hamısının kökü feildir. Bircə E variantında sevda sözü isimdir. 22-ci sualda altından xətt çəkilmiş sözlərdən hansının kökü isimdir? Eyni sual tipidir bu da. Gürültular. Burada ultu təqlidi sözlərə qoşulur. Gürültular. Sonra gərgin. Gər feilinə qoşulub. Bunun kökü feildir. Yaşlanmışdır. Yaşlanmışdır hər tərəf, hər yan yağışdan sonra. Burada su mənasında işlənib, yəni sulanmaq mənasında. Bu sifətdir. Yaşlanmışdır. Bunun kökü isə sifətdir. Gözəlsən, gözəlsən. Gözəlsən. Bunun kökü sifətdir. O əli, o dili, o ağlı bəzən xeyirli işlərə işlətmirik biz. Xeyirli. Xeyir fayda mənasında işlənib burada. İsimdir. Doğru variantda ilə E variantıdır. Yəni bizdən də isim istəyirdi. Xeyirli sözü də isimdir. Digərlərində isə fərqli nüsxələridir. 23-cü sualda altından xətt çəkilmiş sözlər üçün ortaq cəhət köklərinin eyni hissəsi olmasıdır. Bu baxımdan uyğunsuzluq təşkil edən cümləni müəyyənləşdirin. Kökləri eyni hissəsi olmayanı tapacağıq biz. Büsbütün zərfdir burada. Bu zərfdir. Bəzən sözü, bu da zərfdir. Sonra hərə sözü isə, burada hərə sözü, hər burada əvəzlikdir. Hərə. Əvəzlik. Tezliklə bütün məsələ öz həllini tapacaq. Həllini tapacaq. Mürəkkəb sözdür bu. Sonra başı həmişə bəlalı, dumanlı Təbrizim. Həmişə zərfdir. Bircə burada hərə sözü, hamısı zərfdir. Bircə hərə sözü əvəzlikdir. Doğru variantda C-dir. Çünki bizdən kökləri eyni hissəsi olmasıdır və bu baxımdan uyğunsuzluq olan variantı istəyir. Uyğunsuzluq da C-dədir. 24-cü sualda hansı sözlər düzəltmədir? Darısqal sözü, ısqal, dilimizdə ısqal şəklisi də var. Alagöz mürəkkəb sözdür. Sonra bazarça, bazar sözün kökü, çada leksik şəkilsi, bu da düzəltmədir. Dəfələrlə, dəfə sözün köküdür, lərlə şəkilsidir. Heyhat isə sadə sözdür bu və nidadır bu. Bu isə nidadır. 1, 2 və 5 düzəltmə sözlər. 1, 2, 5-də. Doğru variant E variantıdır. Neçə söz düzəltmədir? Problematik.
Bayatmaq. Bayat sözün köküdür. Bayatmaq. Bu da düzəltmədir. Bizdən isə deyir. Sonra keymək. Key sözün köküdür. Keydən key yaranıb. Keymək. Bu da düzəltmədir. Milyoner. Milyon. Erdə leksik şəkilçidir. Obyektiv. Obyektiv. Hamısı ilə düzəltmədir. Ona görə 5. C variantı. Hansı sözlər düzəltmə deyil? Yayğın. Yayğın. Sonra dala. Dala, dalaş, dalaşmaq. Dalır sanki dalaşandır. Dala sözün burada köküdür. Sonra vəsvəsəli. Vəsvəsəli. Göyərtə. Göyərtə sözü, bu söz sadə sözdür. Gəminin, təyyarənin salon hissəsinə göyərtə deyirlər. Ələmək isə əldən, ələmək. Burada yalnız 4-dəki söz sadə sözdür. Qalan hamısı bunların düzəltmədir. Yalnız 4 B variantındadır. Hansı cümlədə fərqli leksik şəkilçilər eynilik hissəsinə aid sözlər yaradıb? Müzəffər ordumuz döyüşlərdə rəşadət göstərmiş, işğal altında olan torpaqlarımızı düşməndən azad olmuşdur. Döyüşlərdə azad olunmaqda bunlarda bir dənə şəkilçi var. Ona görə də bu aid deyil. Yoldaş, patrondaş sözləri eyni şəkilçidir, daş şəkilçisi. Bizdə isə fərqli leksik şəkilçilər deyir. Rəsmi sözdür, sadə sözdür. Məlumat. Bu da eyni şəkilçidir. Sonra elmiliyinə, elmilik, burada da yoxdur. Oyuncaqlarını götürüb sevincək otağına qaçdı. Burada oyuncaqlarını bu isimdir. Sevincək isə bu söz isə zərfdir. Bizdə isə eynilik hissəsi istəyir. Bu da aid deyil. Ağıllıcasına danışırdı. Heyif ki, tələsik getdi. Burada ağıllıcasına zərfdir bu. Tələsik də zərfdir. Bunların hər ikisi zərfdir. Fərqli leksik şəkilçilərdir. Biri casınadır, biri də ikdir. Amma eynilik hissəsi, yəni hər ikisi zərf düzəldib. Doğru variant E variantıdır. Hansı variantda düzəltmə söz yoxdur? İsfahan, İsfahani düzəltmə söz var. İtlər, ulaş, ulaşdılar. Burada da var. Ətraf gülşən oldu, nura boyandı, boyandı. Onlar necə də didişirdilər, didişirlər. Burada da düzəltmə söz var. Bağışlamaq asan deyil ki, hər dəfə. Burada bağışlamaq sözü sadə sözdür. Bağışlamaq. Doğru variant E variantıdır. Sözlərdən biri quruluşca növünə görə fərqlidir. Buradakı sözlərin hamısı sadə sözlərdir. Təkcə tədric sözü düzəltmədir. Doğru variant C variantıdır. Yumşaq, tərcüman, şovinist, suxarı. Bunların hamısı sadə sözlərdir. Hansı söz və ya sözlər düzəltmədir? Aranma, aranma və yaxud da ki, aranma. Qrammatik şəkilçi kimi düşünə biləcəyik bu sözdür. Əziyyət sözü sadə sözdür. Sonra qalış, nadan sözü sadə sözdür.
su aşırıcı sözü də mürəkkəb sözdür. Su aşırıcı. Mürəkkəb sözə biz düzəltmə söz əlavə etsək də, bu sözün quruluşunu dəyişməyəcək. Yenə də mürəkkəb olaraq qalacaq. Bizdən isə bir neçə söz düzəltmədir. Bir də 2 də. Qalanlar sadə və mürəkkəbdir. D variantı. Hansı cümlədə düzəltmə söz yoxdur deyir. Araçı işimi yoluna salacağına söz verdi. Araçı. Yanlış. Çünki burada var. Xaqana dedim ki, bülövlük daşları yığsın. Bülövlük. Da çıxacaq bunu. Çətəçilərdən. Çətəçilərdən. Burada da düzəltmə söz var. Sağollaşanda əczaçı. Əczaçı. Burada da düzəltmə söz var. Ət acılığına. Əti acılığına görə bir çoxları tərəfindən gözümçıxdıya salınmışdı. Burada gözümçıxdıya salınmaq frazemdir və frazemin də tərkibi parçalanmır. Ona görə də doğru variant elə E variantıdır. Çünki bu sözü parçalamayacağıq biz. Hansı cümlədə ismi birləşmənin tərəfini aslı və ya əsas tərəfi ixtisas etsək, həmin cümlədə düzəltmə söz olmaz. Ağıllının dedikləri məni bu barədə düşünməyə sövq etdi. Ağıllının dedikləri bu feil birləşmədir. Burada d plus mənsubiyyət var. Ona görə bu feili birləşmədir. Bizdən isə ismi birləşmə deyir. Bizim seçimlərimiz bəzilərinə sarsıcı təsir edib. Bizim seçimlərimizi buradan çıxartsaq, bizim sarsıdıcı, sarsıdıcı. Yenə düzəltmə söz var. Onun hotelinin girişində qarşıladıq. Girişində sözünü əgər çıxartsam, burada otelin qarşılaşdıq. Burada yenə qarşı, qarşıla, qarşılaş, qarşılaşdı, qarşılaşdıq. Yenə də düzəltmə söz var. Ona görə də bunu da çıxacağıq. Rahatlığın səbəbi Kərəmin evindən qaçaq düşməsi idi. Rahatlığın sözünü çıxartsam əgər, Kərimin evindən qaçaq düşməsi sözü bu frazemdir. Frazemin də tərkibi parçalanmaz. Ona görə doğru variantımız D variantıdır. Onun istəyi oğlunu oxutmaq idi. Buradan onun istəyindən istəyi sözünü çıxarsam, burada oxutmaq qalır. Oxu, oxut, oxutmaq. Yenə düzəltmə söz var. Verilən sözləri quruluşca sadə düzəltmə, sadə kimi sıralanmalıdır. Neçə məqamda bu söz pozulub. Oyna, oynaq. Süz, süzül, süzülmək. Oxşa, oxşat, oxşatdı. Ləng, ləngi, ləngidir. Bu da düzəltmədir. Sızıntı, sızıntı. Bu da düzəltmədir. Bunların hamısı düzəltmədir. Bir məqamda 2 və yenə A-da, C-də və E variantında. Neçə məqamda şərt pozulub? 3 məqamda. Sonra hansı cümlədə daha çox mürəkkəb söz var? Ara bir mürəkkəb sözdür. Sözümdən çıxır. Qulaq burması, yola salmaq. Keşməkeş sözü sadə sözdür. Sonra
bədbəxt olmasa, yol üstü, sonra antisanitar sözü burada anti şəkilçidir. Antisanitar. Şərait mövzudur. Sonra güllü çiçəkli, ürəyə yatan, bir neçə, dərd sərin, qohum-əqraba ilə əlaqəni kəsmişik. Burada bir dənə qohum-əqraba əlaqəni kəsmişdi. Yox, bir sıra acgöz, rüşvətxor, sonra dost olmaq təəccüb edirdi. Burada 1, 2, 3, 4, 5, 6 dənə var. Doğru variant bizdə bir hansı da daha çox mürəkkəb söz var E variantında. 35-ci sualda deyir uyğunluğu müəyyən edin. Sadə isim düzəltmə feili olsun. Alın. Al. Alın. Məhsul növdə feil. Bir də alın. İsim kimi. Doğru variantdır. Qoyun sözün. Qoyun isim kimi. Bir də bunu feil kimi düşünəcəyik. Qoyun. Bu doğru deyil. Çünki düzəltmə feil deyir burada. Bu sadə feildir. Əkin, ək, əkin isim kimi. Bir də əkin. Ək, əkin. Siz bunu əkin. Bu mənada isə feil kimi. Bu da yanlışdır. Baxım. Baxım. Bunu biz bax, baxım isim kimi. Bir də ki, baxım. Feil kimi. Bax, baxım. Bunu sadə feil kimi, həm də düzəltmə isim kimi düşünə bilirik. Doğrudur. Dözüm. Dözüm sözü də həm səbir, dözüm mənasında isim, həm də ki, dözmək kimi. Döz. Mən buna dözüm. Bizdə 5. 1, 4, 5. Doğru variant E variantıdır. Hansı sözlərin tərkibindəki qrammatik şəkilçinin sayını dəqiq demək olmur? Yandırdım. Yandırmaq, yandırdı, yandırdım. Bir də deyirsən ki, yandır, yandırt, yandırdım. Bu mənada düşünə bilərik. Saxladım sözünü. Bunu iki formada düşünə bilərik. Çünki qrammatik çəkilisi bir dərdə ya iki dərdə bunu dəqiq demək olmur. Bu sözün çünki iki cür düşünə bilərik. Saxladım. Saxla, saxladı, saxladım. Bir də saxla, saxlat, saxladım. Bu şəkildə düşünəcəyik. Bunu da iki formada düşünürük. Azaltdım. Azaltdın sözün yalnız bir formada düşünürük. Az, azal, azalt, azaltdı, azaltdı, azaltdım. Bunu bir formada düşünəcəyik. Başladım. Başladım sözün bunu da iki formada düşünəcəyik. Bir deyirik baş, başla, başladı, başladım. Bir də başlatdım. O mənada. Baş, başla, başlat. Baş, başla, başlat, başlatdım. Bu mənada düşünəcəyik. İki dənə leksik şəkilçi kimi. Bu da doğrudur. Oxutdum. Oxu, oxut, oxutdu, oxutdum. Bunu isə yalnız bir formada düşünəcəyik.
Doğru variant 1, 2, 3. A variantı. Qarşı-qarşıya verilən sözlər bir-biri ilə eyni köklü olmalıdır. Hansı məqamda bu şərt pozulub? Vurdurmaq. Vurdurmaqdan vurnuxmaq. Vurnuxmaq bir yerdə dayanmamaq mənasında işlənilir. Vurnuxmaq. Vurdurmaq isə vurmaq mənasında. Vurdurmaq. Bunlar eyni köklü deyil. Qazanxana. Qazanxana isimdir. Qazanılmaq isə qazanmaq feilidir bu. İsə feildir. Bunlar kökləri fərqli hissəsidir. Bunlar homonim deyil. Bu da fərqlidir. Qapasız. Qapasız. Bu isimdir. Qapazlatmaq. Qapazlatmaq. Bu da isimdir. Kökləri eyni hissəsidir. Hər ikisi isimdir və düzəltmədir. Bu doğrudur. Qapalı qapaq. Qapa, qapamaq, qapalı. Bunda kökü feildir. Burada da qapa, qapaq. Bu da feildir. Kreditor, kreditor, kreditsiz. Bu da eyni köklüdür. Kreditsiz. Bu da eyni köklüdür. Hər ikisinin kökü kreditdir və hər ikisinin düzəltmə şəklisi var tərkibində. Bu da eyni köklüdür. Bizdə necə deyir? Hansı məqamda bu şərt pozulub? Yəni eyni köklü deyil. 1-dən 2-də. 1 və 2-də. Yalnız 1 və 2 B variantı. Hansı sözlərin quruluş növünü fərqli düşünülərkən ümumi qrammatik mənası da dəyişir. Yəni ilk hissəsi dəyişir bunların. Qanmaz sözü, qan, qanma, qanmaz, feil kimi. Bir də deyirsən ki, qanmaz mənasında sifət kimi. Bu səbəbsə sifət kimi düşünəcəyik. Bu doğrudur. Yaxala sözü. Yaxala. Bunların hər ikisi feildir. Feil. Yaxalamaq da, yəni kimsə tutmaq da, ağzını yaxalamaq da hər ikisi feildir. Bizdə isə ümumi qrammatik mənası dəyişəni istəyir. Bu doğru deyil. Sonra dövləti. Dövləti sözü də həm dövləti sifətdir. Dövləti məsələ. Bir də ki deyirsən dövləti. Onun dövləti. Dövləti. Bu mənada düşünə bilərik. Sonra bu da doğrudur. Çaxmaq sözü. Çaxmaq sözü də həm isim kimi, həm də feil kimi düşünəcəyik. Çaxmaq alışqan mənasında isimdir. Bir də ki çaxmaq. Bu isə çaxmaq mənasında feil kimi. Bu da doğrudur. Dindi. Dindi sözü yalnız feildir bu. Bu da ait deyil. Doğru variant 1, 2, 4.
Əgər dindir sözü dindir şəklində verilsəydi, yəni sonda r olsaydı əgər, onda isim kimi dindir. Bir də feil kimi. Feil kimi olanda isə dindirmək mənasında. Dindirmək. Düşünə bilərdik. Burada isə r olmadığına görə bunu yalnız feil kimi düşünə bilərik. 39-cu sualda sual işarəsinin yerinə yazılacaq hansı fikir yalnız iki sözə aid olacaq? Yalnız ikisini aid edə bilərik. Qarşılaş. Qarşılaş. Sonra yaraq, yaraq, qırıq, qırıq, minik, minik. Yaraq sözünü isə üç cür biz təhlil edə bilərik. Yaraq, yaraq. Bir də yaraq. Kaş bunu yaraq. Arzu şəklində. Yaraq. Sözdə 4 variantlı şəkilsi var deyir. Bəli, bu sözdə 4 variantlı şəkilsi var. Çünki qarşılaş sözündə ş isə 4 şəkilsidir. Qarşılıq növü şəkilsidir. Bu doğru fikirdir. Buna amma yalnız birinə yaza bilirik. Sözdə 2 variantlı şəkilsi var. Bəli. Yaraq sözü də 2 variantlı şəkilsidir. Bir də qarşılada qarşıla şəkilsi 2 variantlı şəkilsidir. Yəni bizdən də ikisinə aid olan fikri deyir. Doğru variant B variantıdır. Söz yalnız quruluqca sadə ola bilər. Söz həm sadə, həm də düzəltmə ola bilər. Məsələn, yaraq sözü ilə. Sadə də ola bilər, düzəltmə də ola bilər. Bu da yanlış fikirdir. Söz əmr şəklində ola da bilər, olmaya da bilər. Bəli, bu da düzdür. Yaraq, əmr şəklindədir bu. Bir də yaraq. Kaş bunu yara, bir də yaraq. Arzu şəklində kimi düşünə biləcəyik. Bu da yanlışdır. Sözün tərkibindəki leksik şəkilsinin sayını dəqiq demək olmur. Bəli. Məsələn, yaraq sözündə isimdir ya feildir. Bunu ayırt etmək olmur. Məsələn, yaraq, isim, bir də yaraq. Yaraq, feil. Yəni, bu da aid deyil. 40-cı sualda deyir, yalnız bir sual işarəsinin yerinə yazılacaq fikri seçin. Kövrəlmə sözün biz iki formada düşünə bilərik. Həm kövrəlmə duyğusu mənasında kövrəlmə duyğusu, həm də ki, sən kövrəlmə. Bu zaman isə qrammatik inkar şəkli düşünəcəyik. Görünməyin, görünməyin şəxs kimi. Tanımağın,
Görünməyə sözünü biz iki formada düşünə bilərik. Bir, görünməyin, bir də ki, məsdər şəklisi kimi, görünmək kimi. Gör, görün, görünmək, görünməyin. Tanımağın isə tanı, tanın, tanımağın. İndi variantlara baxaq. Bura yazacağımız fikir hər ikisinə aid olmalıdır. Bura yazacağımız fikir isə yalnız buna aid olmalıdır. Məsələn, deyir, kökünü dəqiq müəyyənləşdirmək olur. Bunları bunu hər üçünə aid edə bilərik. Yəni, hamısının kökünü dəqiq müəyyənləşdirə bilərik. Sonra sözdəki qrammatik şəkilçinin sayını dəqiq demək olur. Bəli. Bu doğru fikirdir. Deyir, yalnız bir sual işarəsini yazıla biləcək. C. Doğrudur. Söz həm sadə, həm də düzəltmə kimi düşünülə bilər. Bunu aid edə bilməyəcəyik. Bunu yalnız biz kövrəlməyə aid edə bilərik deyini. Deyini bura aid edə bilərik. Çünki bu sözü həm sadə, həm də düzəltmə kimi düşünə bilərik. Həm kövrəlmə duyğusu kimi, həm də ki, onun kövrəlməsi mənasında məsdər şəkilçisi kimi düşünəcəyik. Söz həm sadə, həm də düzəltmə kimi düşünə bunu dedik. Sözdə məsdər şəkilçisi ola da bilər, olmaya da bilər. Bunu da həm görünməyinə, həm də kövrəlməyə aid edə bilərik. Çünki kövrəlmə duyğusu mənasında, bir də ki, onun kövrəlməsi buradakı məni maq şəkilçisi kimi düşünəcəyik biz. Bu da doğru fikirdir. Ona görə 40-da 2 dənə doğru cavab var. Biri C-dir, biri E-dir. Hansı cümlədə altından xətt çəkilən sözlərdən yalnız biri düzəltmədir? Dumanlı, duman, dumanlı, don, donuq. Burada ikisi düzəltmə oldu. Bizdə isə yalnız biri olsun deyir. Yağışlar, yağ, yağış, yağışlar. Burada da qəlbindəki qəlb, qəlbindəki. Burada da 2 dənədir. Sonra balaca sözü sadə sözdür. Bezlə, bezlə. Bu ilə qoşmasıdır. Bezlə. Bu ilə qoşmasıdır. Tikilmişdir. Tik, tikil. Tikilmiş. Bu da aiddir. Tikilmişdir də elə bir dənədir. Doğru variant C variantıdır. Bizdən bir dənə düzəltmə sözü istəyir. Balaca sözü sadədir. Bezlə sözü də buradakı leksik şəkilçi deyil, ilə qoşmasıdır. Ona görə bircə dənə tikilmiş sözündə leksik şəkilçi var. Bunların duyğusu, arzusu, xeyirxahlıq və mərhəmət dolu ürəklər həmişə bizimlə cəbhəçilərlədir. Burada duyğusu, xeyirxahlıq, xeyirxahlıq, mərhəmət dolu ürəklər həmişə bizimlə behçələnirdi.
cəbhəçilərlədir. Cəbhə, cəbhəçi, cəbhəçilər, cəbhəçilərlədir. Burada da 2 dənədir. O hər axşam sahilə gedib qocaya qayıqdan şeylərini, kəndirini yelkən dolamış dor ağacını və ya nizəni daşımağa kömək edirdi. Burada qayıqdan yelkən dolanmış, dolanmış. Burada da 2 dənədir. Bunu da çıxacaq. Doğru variant C variantıdır. Hansı sözlərin başlanğıc forması müxtəlif düşünülə bilər? Qonağımızdakıdır. Qonağımızdakı bir formada düşünə bilərik. Daraldım. Daraldım sözün həm daraldım. Bir də daraltmaq mənasında. Daraldım. Dar sözün kökü. Daralt. Daraldım. Bu mənada düşünəcəyik. Qalındır. Bunu da bir formada düşünəcəyik. Müxtəlif cür düşünə bilər deyər bu. Tükən sözün yalnız sadə sözdür bu. Bir formada düşünəcəyik. Barışdır. Barışdır sözün həm feil kimi. Barışdır. Feil. Həm də bu barışdır. İsim kimi. Barışdır. İsim. Bunu da 2 formada düşünə bildik. Doğru variant 2-dən 5. A variantı. 43-cü sualda deyir, uyğunluğu müəyyən edin. Dəyişdim sözünün kökü ilə başlanğıc forması fərqlidir. Bu yanlış fikirdir. Çünki dəyişdim bir formada təyin olunur. Körükçülük sözündə 2 leksik şəkilçi var. Körük, bu doğrudur. Çünki körük, körükçü, körükçülük 2 dənə leksik şəkilçi var. Köhnəpərəstlik sözü sifətdən yaranan kökü isim olan isimdir. Bu yanlış fikirdir. Çünki köhnəpərəstlik sözündə köhnə sözün köküdür. Köhnəpərəstlik sözün kökü sifətdir. Bu isə isimdir. Burada isə kökü isim dediyinə görə bu yanlışdır. Bunlar uyğunluğu müəyyən edilir. Bunlar yanlışdır. Sonra mayalandırılmaq sözündə kök leksik 4 leksik bir qrammatik şəkilçi var. Maya sözün köküdür. Maya, mayala, mayalan, mayalandırmaq, mayalandırılmaq. Burada 1, 2, 3, 4. Bəli. Bizdə də 4 leksik şəkilçi istəyir. Bu doğrudur. Dalğalı sözündə 2 şəkilçi var. Bu yanlış fikirdir. Çünki dalğalı bir dənə şəkilçi var burada. Burada da uyğunluğu dediyinə görə yanlışdan yanlış E variantı. Hansı variantda altından xətt çəkilmiş şəkilçilər fərqli vəzifələrini yerinə yetirmir? Dövran sözü. Dövran. İsimdən isim yaradıb bu. Sonra qalxan sözü. Qalxan. Feildən isim yaradıb bu. Bu aid deyil. Maraqlısı.
Maraqlısı sifətdir, kəndli isimdir. Bu da aid deyil. Süpürgəni, süpürgə bu isimdir. Sonra birgə zərfdir. Sonra bu da aid deyil. Elmi, elmi. Burada sifətdir. Fikrini, burada iyi, təsirli haldadır. Sən onları dediklərinə qulaq asma. Burada ma inkar şəkilçidir. Bizim məğlub olmamağımız öz gücümüzlə bağlıdır. Burada da ma inkar şəkilçidir. İnkar. Doğru variant elə E variantıdır. Çünki deyir, hər ikisi fərqli vəzifələri yerinə yetirmir. Yəni hər ikisi inkar şəkilçisidir. Eyni vəzifənin yerinə. Altından xətt çəkilən şəkilçilər arasında doğru fikirləri seçin. Təmizkar insan olmaq lazımdır. Sözü artırılarkən ahəng qanununa tabe olaraq artırılır. Çar şəkilçisi burada ahəng qanununa tabe olaraq artırılmıyor. Buna görə ahəng qanunu pozulub. Bu yanlış fikirdir. Tələffüz zamanı X samiti dəyişir. Çar keş şəkilçiləri sözü artırılarkən X samiti dəyişmir. Yəni ç-c-yə keçmir. Elə çar keş şəklində də tələffüz olunur. Bu da yanlış fikirdir. Sonra ahəng qanununun tabe olan deyir ki, çaydan su gətirdi. Ahəng qanununa tabe olan şəkilçidir. Burada dan çıxışlı qalır şəkilçidir və 2 variantlı şəkilçidir. Ona görə də bu doğru fikirdir. Bu doğrudur. Sonra bəzən tələffüz zamanı X samiti dəyişir. Məsələn, babamdan şəklində də tələffüz olunur. Bəli, bu da doğrudur. Bunu qeyd edək. Tələffüzdə isə babamdan şəklində olur. Doğru variant 3, 4 E variantı. 46-cı sualda deyir, cədvəldəki sözlərdən heç biri qarşısındakı söz ilə eyni quruluşda olmamalıdır. Bunu nəzərə alaraq rəqəmlərin yerinə yazılacaq sözləri ardıcıllıqla müəyyən edin. Sarsıntı sözü sadə sözdür. Sağollaşmaq, bu sağ və ol. Bu mürəkkəb sözdür. Mürəkkəbdir. Bu mürəkkəbdirsə, sən burada mürəkkəb yaza bilməzsən. Burada ya düzəltmə olacaq, ya da sadə söz yaza bilərsən. Satsaz, bu sat, saz, bu düzəltmə sözdür. Ona görə buraya sadə yazacağıq, ya da mürəkkəb yazacağıq. Qaranquş sözü sadə sözdür. Bu sadə sözdür. Bura ona görə ya düzəltmə yazacağıq, ya da mürəkkəb yazacağıq. Mənəvi sözü bu sadə sözdür. 3-də isə biz düzəltmə yazmalıyıq. Ona görə 1 çıxdıq. Mənəvidir, damğadır. Bu sadə sözdür. Aydındır. Bu da sadə sözdür. Biz 3-ə sadə söz yaza bilmərik. 3-ə sadə söz yaza bilmərik. Ona görə də 3 variantı çıxdıq, qaldı B-dən D. Məsələn, 2-yə biz düzəltmə söz yaza bilmərik. Düzəltmə söz yaza bilmərik. Burada isə B-də yan, yanaşı. Bu düzəltmə sözdür. Bunu da çıxırıq. Cavab D variantı. Miskər sözü sadə sözdür. Sadə, yox. Miskər sözü hanı bir qarışdırdım. Miskərdə miskər, yardım etmək, mürəkkəb, yarışmaq. 2-yə ya sadə yazmalıyıq, ya da mürəkkəb, yarışmaq.
Doğru variant D variantı. Eyni köklü sözlər haqqında doğru fikirdir. Eyni köklü sözlər fərqli nitq hissəsindən yarana bilməz. Bu yanlış fikirdir. Çünki kökü eyni olmalıdır. Yaranmaları fərqli ola bilər. Məsələn, yaralı, yarğan. Yara, yaralı, yaralı isimdir. Yar, yarğan, bu isə feildir. Da yar, yara, yaralıdır. Burada bir öksüzlüklər fərqli qısalarına burada yarmaq feilindən yaranıb, burada isə yara ismindən yaranıb. Sözün hansı nitq hissəsindən yarandığını tapmaq üçün axırıncı leksik şəkilçini silirik və ondan əvvəlki sözə sual veririk leksik şəkilçiyə. Yara, nə, yara isimdən yaranıb. Burada isə axırıncı leksik şəkilçini siləndə yardır, net, yar. Bu isə feildir kökü. Ona görə eyni köklü sözlərin kökü eyni olmalıdır. Yaranmaları fərqli ola bilər. Eyni köklü sözlərin tərkibində qrammatik şəkilçi olmur. Bu da yanlışdır. Məsələn, yaralılar. Burada yara, yaralılar. Və yaxud da ki, yarğandan. Yar, yarğan, yarğandan. Yəni qrammatik şəkilçi oldu. Deyir, istənilən eyni köklü sözlər düzəltmədir. Bəli, bütün eyni köklü sözlər düzəltmə olmalıdır və kökləri eyni hissəsi olmalıdır. Köklərin mənaları eyni olmalıdır. Eyni kökə şəkilçi artırmaqla hər dəfə eyni köklü sözlər yaratmaq olar. Bu fikir də yanlışdır. Bəlkə sözə qrammatik şəkilçi artıracaqsan. Yəni burada eyni kökə şəkilçi deyəndə bilinmir bu hansı şəkilçini deyir. Sözə bəlkə qrammatik şəkilçi artırsan, qrammatik şəkilçidən eyni köklü söz yaranmaz. Yaşarmaq və yaşatmaq sözləri eyni köklüdür. Bu da yanlışdır. Çünki burada yaşatmaq insanı yaşatmaq mənasında, yaşarmaq isə göz yaşı mənasında düşünülür. Göz yaşı. Bunlar eyni köklü ola bilməz. Bu da yanlış. Doğru variant C variantıdır. Hansı sözdə həm 1, həm də 2, həm də 4 variantlı şəkilçi artırmaq mümkündür. Saz sözünə artırmaq mümkündür. Necə? Məsələn, nasaz, nasaz və yaxud da ki, sazlı artıra bildik. Bir də sazdan. Sazdan. Bu da 2 variantlı şəkilçi. Bu 4 variantlı, burada 1 variantlı. 1, 2 və 4 variantlı. Yəni 1 variantlı da artıra bildik, 2 variantlı da artıra bildik, 4 variantlı da artıra bildik. Doğru variant A variantı. Sonra qayə sözü bu aid deyil. Kasıb sözü nakasıb, biz kasıb demək olmur. Bu da aid deyil. Məna sözü bu da doğru variantdır. Çünki biməna, mənalı 4 variantlı.
Bir də mənasız şəkildə. Biməna mənasız şəklində işlənən bir sözdür. Bir də mənadan. Mənadan olsun. Dandan şəkilçisi kimi. Bunu da biz düşünə bildik. Ölü sözü. Ölü sözündə biz düşünə bilərik. Yəni bu testin 3 dənə doğru variantı çıxdı. Ölülük, ölülük. Bu 4 varianta şəkilçidir. Ölüxana, ölüxana bir varianta şəkilçidir. Sonra ölüdən. Bu da 2 variantlı şəkilçidir. Ona görə sualın cavabı A, E və C-dir. Uyğunluğu müəyyən edin. Tərkibindəki şəkilçi sayı quruluq sözü ilə eynidir. Quruluq, quraq, quraqlıq. Bəli, hər ikisində bir dənə leksik şəkilçi var. Tərkibindəki bütün şəkilçilər 2 variantlıdır. Salamlaşmaq sözündə salam, salamla, salamlaş, salamlaşmaq. Bu ış şəkilçisi qarşılıq növün şəkilçisidir. Əgər söz qarşılıq növdədirsə, onda buradakı şı 4 variantlı şəkilçidir. Sonra bu yanlışdır. 2 variantlı deyir, yanlışdır. Çünki ış şəkilçisi qarşılıq növün şəkilçisidir və 4 variantlı şəkilçidir, 2 variantlı şəkilçi deyil. 3-də tərkibinə görə təhlil 2 formada aparıla bilər. Bu susamışdı sözün. Bunu ancaq biz bir formada apara bilərik. Susamaq, susamışdı. Burada deyir ki, 2 formada bu yanlışdır. Yalnız bir formada apara bilərik bunu. Sonra tərkibində bizdən də uyğunsuzluq istəyir də. Bizdən uyğunsuzluq istədiyinə görə bu yanlışdır. Bu da yanlışdır. Çünki bu 2 yox, bir formada aparıla bilər. Tərkibində leksik şəkilçi var. Bəli. Duzdurmaq. Dilimizdə ızdır şəkilçisi də var. Bu doğrudur. Quruluş da düzəltmə sözdür. Ecazkar. Karkeş şəkilçidə dəyişmir tələffüzü, ilə karkeş şəklində tələffüz olunur. Ecazkar, yəni möcüzəli mənasında işlədilir. Bu da doğrudur. Bizdən isə uyğunsuzluq istədiyinə görə biz yanlış fikirləri seçəcəyik. 2 və 3. 2 və 3 doğru variant B variantıdır. 50-ci sualda deyir, fərqləndirilən hansı sözlərin quruluşu eynidir? Hər insan təvazökar deyil ki, onu da anlamaq lazımdır. Təvazökar, sonra parıldaşdığını, ılda, parıldaş, bu da düzəltmədir. Uduz, bu da düzəltmədir. Dalaşırdılar, dalaşırdılar, bu da düzəltmədir. Xudafizləşmək sözü, bu mürəkkəb sözdür. Bu xuda və hafiz sözlərindən yaranıb. Xuda, hafiz. Bu sözlər xuda və hafiz sözlərindən yaranıb. Bunlar mürəkkəb sözdür. Bizdə isə deyir, doğru variant A-da düzəltmədir, B-də, C-də, D-də. A, B, C, D.
Doğru variant C variantıdır. Sonra hansı cümlədəki bütün sözlər düzəltmədir? Burada sağalda bilmək mürəkkəb sözdür. Bizə bütün sözlər düzəltməlidir. Yoxsul olmaq, xatırladı, xatırladı. Bu sadə sözdür. Bağışlamadı, bağışlamadı. Bu da sadə sözdür. Sarsıntı, dağıntı sözləri bu sadə sözlərdir. Səpələnmiş sözü əlcəyini çıxartmamış, səpələnmiş. Əlcək, əlcəyini. Sonra çıxartmamış, səpələnmiş. Sonra qapaqlar, yığışdırmaq, yığışdırdı. Hamısı düzəltmədir bu sözlərin. Əlcəkdə, çıxartmaqda, səpələmək, qapaqları yığışdırdı. Fərqləndirilən sözlərin quruluşunu ardıcıllıqla müəyyən edin. Hərdən nalə çəksin kaman qardaşım, yaman kövrəlmişəm, yaman qardaşım. Bu kövrəlmişəm sözü burada sadə sözdür. Kövrəlmişəm. Sonra yırğalanır. Yırğalanır. Sonra toplayacağım sözü. Toplayacağım. Bu da düzəltmədir. Yadırğamışdır. Dilimizdə ırğa şəkilçisi də var. Yadırğamışdır. Yəni yadırğamaq özgə mənasında işlənmişdir. Ardıcıllığı deyil, müəyyən edin. Sadə söz, düzəltmə. E variantı.